Kəbənin ətrafında namaz qılanda Bəli. sütrə lazımdır. Sütrə əlbəttə lazımdır. Sütrə hər zaman lazımdır. Sadəcə Kəbənin ətrafında namaz qılanda onu biraz riayət etmək çətindir. Çünki insanlar fikir vermirlər. Kim hardan gəldi ki, keçir. Amma bacardıqca çalış elə. Sütrə qoy yenə. Nəsə də olsa qabağa qoy yenə. Ya da kiməsə yaxın arxasında dayan ki, sənin qabağından keçən olmasın. Yəni bacardıqca. Bəli. Məsafə səcdə yeri. Bəli, bəli. Bəli, bəli. Burada heyvan öldürmək lazımdır. Ayətdə neçə yazılır? Həşəratlara Məkkədə. onu bilmirəm. Allah bilir. Hə qədər. Şamın Aleyküm. Sözde Romi'de hem yaşında. Yani bir şey. Bu alfan problemi var. 10 yaşında uşaq. Onu yeni ondan daha olmuş. Sən izah elə. Başlamış. Buna başlamış ki, on problem oyunu ağlımızda bir şeydi. Cimai olarsa yaxşı. Sən izah elə, əlhamdülillah. Yaxşı. Hə qədər. Aleyküm. Məsəl üçün, övlad biri deyək ki, ibadət edir, namaz qılır, oruç tutur. Digər övlad isə səhnəkar, valideyn ki, namaz qılır, oruç tutur. Allahın əmridir. O, yəni biri namaz qılır, ibadət edir, digərisi etmir. Onlarda fərq qoymaq olar, yəni dini məsələlərdə ki, məsəl üçün, namaz qılana hədiyyə alasın. Yox, həvəsləndir də, həvəsləndir. Deyirəm, məsəl üçün, kim məsələn, bu günləri mənə bir həftə içində və yaxud həftə içində 3 dənə surəni əzbər təhvil verərsə, məsələn, filan hədiyyəni verəcəm. Həvəsləndir onları. Pul mükafat da vermək olar. Yəni, belə şeylərlə eləmək olar inşallah. Hə, qədər. Məkkədə bilirik ki, namaz qılanda 100.000 savaba bərabər. Bəli, bəli. Bu haramın içəri aiddir. Yəni, bayram çıxdın, o ümumən cəmaət ki, namaz qılır, qoşulurlar. Məsələn, gedir, çıxır, bir ucu bir də görsən. Bəli, bəli. Küçələrə, hansısa bir belə. Ümumiyyətlə, yəni, Məscid-ül Haram deyəndə, qardaşlar, bəzi alimlər deyiblər ki, ümumi olaraq, yəni, Məkkənin özü var, ha. Məkkənin özü bütünlüklə haram ərazisi sayılır. Hətta sən, məsəl üçün, oteldə qalırsansa, otelin yanında məscidlər var, orada qılırsansa, belə o 100.000 savabı alırsan. Bunu deyənlər var. Bunu deyənlər də var. Bəziləri isə deyiblər, yox, bu yalnız Kəbənin nədir? Ərazisinə aiddir. 100.000 savab var. Amma bəziləri deyiblər ki, yəni fərqi yoxdur. Hətta burayı dəstəkləyənlər var ki, məsələn, məsciddə qılırsansa, həyatda haramda yox, başqa məsciddə qılırsansa, yenə də 100.000 savabı alırsan. Doğrusunu Allah bilir. Amma yenə də o boyda yolu oraya gedmisənsə, yəni oteldə və yaxud da otelin yanında olan məsciddə yox, elə Kəbədə gedib qılsan daha yaxşıdır inşallah. Bəzən olur, cəmaət çox olur, həc vaxtında belə cəmaatda yer. Yox, indi o yer o heç, yəni məsələn biraz aralıda qılınsa, orada problem yoxdur inşallah. Hə, tez. Hə. Tamam, orada yaşayanlara da aid o, yoxsa? Necə? Əlbəttə ki. Ha, yox, hamıya aiddir. Yox, təbii ki, Hökm hamıya aiddir. neçə milyon adam olur. Yəni o hamısı Kəbəyə yerləşmir. Yox, əlbəttə ki. Cəmaət qılanda Əlbəttə sağ ol. amma qeyri vaxtı Kəbənin ətrafında məsələn yer var. İnsan qıraqda qılır, qıraq məsciddə qılır. Hardasa 1 kilometr aralıda bir məscid. Yəni elənsə eləyənlər var. Özüm də görmüşəm şəxsən ki, hansı ki məsəl üçün otelin yanında olan məscidlərdə qılırlar da. Deyirlər ki, 100.000 savabdır onsuz. Yəni, belə deyənlər oraya götürüb eləyənlər var. Amma mən yenə də deyirəm, Kəbəyə gedib qılmaq daha yaxşıdır. Daha əfsəldir. Bəli. Mən deməli namazı qılanda niyyəti dilə gətirmirik. Da bilirik, məsələn, sədəqə verəndə falan. Bəs nəyə görə miqatda ehramlananda niyyəti dilə gətirilir? Bunun hikməti nədir? Miqatda Ehramlananda ümrə edirəm. Niyyət eləyirsən, səsli. Səsli. Aha. Yəni bunu dilə gətirir. Bəli. Bunun hikməti nədir? Səsli demək. Vallahi onun hikmətini bilmirəm, amma biz bilirik ki, niyyət səssiz olur həmişə. Yəni çünki bütün ibadətlərdə insanın niyyəti səssizdir. Yəni insanın qəlbindən keçirməsi kifayət eləyir ki, sən o hansı ibadətdir, bu niyyət olmasın. Amma məhz həcc ibadətindədir ki, və yaxud ümrə ibadətində ki, səsli deyilir o. Amma nə hikmətini isə Allah bilir.
Yəni olmamış olmaz, yəni bilənlər olar alimlərdə, amma mən bilmirəm dəqiq. Yəni o hikməti nədir? Allah bir doğrusu. Qardaş soruşur, deyir ki, mən deyir, evlənəndə mehir olaraq həcc mehir demişdim. Demişdim. Sonra deyir, elə oldu ki, imkanım yoxdur buna. 2 nəfərin həcci bahadır. Bunun əvəzinə deyir, ümrə edə bilərəm. O həcc, o mehiri ödəmiş olarmı? Hər halda onu artıq yoldaşı ilə razılaşmalıdır. Yəni yoldaşına desin, yoldaşı razılaşarsa, hər halda mehir onundur. Ona söz verilib. Yəni dəyişmək olar. Yəni yoldaşı razılaşsa, hə. Yoldaşı razılaşsa, hə. Hə, Ramazana salsa, qardaş deyir, yoldan pul tapmışam, amma məbləğ azdır da. Bu az deyəndə nə qədər məbləğ olmalıdır ki, yəni 1 il gözləməyə ehtiyac olmasın. Yəni elə bir məbləğ ki, bilirsən ki, buna görə heç kəs gəlməyəcək də, bunu axtarmayacaq. Kimsə gəlməyəcək onu dalıyacaq. 5 manat, 10 manat, bilirsən ki, kimsə itirdi də onu gəlib axtaran olmayacaq. Elə bir məbləği, məsələn, götürüb ya sədaqə eləyirsən o adamın adından. Belə bir şey eləmək olar. Amma məbləğ çox olanda onu mütləq nədir? Gözləmək lazımdır və ətrafda olan dükanlara və hardan tapmısansa elan eləmək lazımdır ki, qoy yiyəsi çıxsın. Və yaxud da bahalı bir şey olsa. Qızıl və s. Amma dəyərsiz bir şeydirsə, bilirsən ki, buna görə gələn olmayacaq. Axtarmayacaqlar yəni. O belə. Bu tam məbləğ belə bilmirəm də, məhz hansı məbləğ olmalıdır ki, onu şey eləyəsən. Deməli, bu İmam Əhməd bu Quran məxluq fitnəsi var idi. Orada bu fitnə ki, soğuşandan sonra kimlər ki, Qurana məxluq demişdi, onları təkfir elədimi? Yəni, belə bir şey gəlir hardasa. Deyirlər ki, belə bir şübhə yayırlar ki, İmam Əhməd sonradan onları təkfir elədi. Xüsusən belə. Belə bir şey birinci dəfə eşidirəm mən. Çünki o alimlər ki, hansı ki, o fitnəyə dözmədilər, onlar çoxsu dünyasını dəyişdilər. İşgəncələrə altında dünyasını dəyişdilər. Və yaxud da o şeyi deyənlər oldu. Təsdiqlədilər də yəni. Amma onların təkfir edilməsi barəsində İmam Əhməddən heç nə eşitməmişəm. Heç nə ki, sonradan onları təkfir edir və s. Belə bir şey heç nə eşitməmişəm. Allah bilir. Yəni heç o barədə heç kiminsə danışdığını da eşitməmişəm. Birinci dəfə eşidirəm. Çünki belə bir söhbət olsaydı danışardılar o barədə, deyərdilər. Məsələn, bu İbn Teymiyənin belə bir hansısa bir əsərində gəlibdir ki, bu xüsusən təkfir edib, sonra rəngindən dönüb, nəsə belə bir şey, belə olub belə bir şey. Heç nə, heç bir şey. Heç vaxt xüsusən təkfir eləmir. Yox. Allah istimar olsun. Hə, qardaşlar. Aleyhisselam. Ən böyük problemlərimizdən biri cümə vaxtı xütbə gedir. Qardaşın biri gəlir, salamlayır, oxuşur. Biri oradan qışqırır, yolu kəsmə. Yəni, nə bilim, hər bir sürə xütbə gedir orada. Belə olan halda, yəni o adamların müdaxilə edənlərin, yəni nəsə, hökmünəlik edilir. O hökmü deyəndə ki, o məsələ həmişə problemi olub bizdə onsuz da. Maşın saxlamaqdır və yaxud da namaz vaxtı, xütbə vaxtı danışmaqdır. Belə, yəni, əksinə bu məscid imamlarının üzərinə düşür ki, onlar hər dəfə bu şeyi xatırlamalıdırlar insanlara. Məscid imamları, çünki cəmaat hamısı orada olur axı, cümə günü. Ona görə də xatırlamalıdırlar onlara ki, telefonları söndürsünlər və yaxud da cümə xütbə gedən vaxtı danışmaq olmaz. O hədislər ki, hansı ki, Peyğəmbər s.ə.v-dən gəlib sus demək olmaz, belə savab aparacaq. Səhih deyil onların günü, çünki hədislər gəldi. Hər halda orada olan çoxsu o söhbətləri eləyənlərin çoxsu ya bilmir, ya ola bilər təzə namaza başlayanlardır, ya cahillər olsun. Hansı ki, namaza təzə başlayıb, xəbərləri yoxdur. Ona görə də mütləq şəkildə deyilməlidir o, əlbəttə ki. Hansı halda imamdan qabaq durmaq olar? Yox, olmaz. İmamdan... Cümədə bəzən onu geçənlər gəlir. Yox, olmaz. Onlar təzədən zöhr namazını qılmalılar. Yəni, imamdan qabağa keçmək olmaz. İmamdan qabağa keçmək olmaz. Bəli. Bayram namazı ki, qıldırır.
Deməli, bu ümumiyyətlə bu vacib deyil, də bilirik. Bu evdə qılmaq hansısa bir səbəbdən də, indi xəstəlik səbəbindən, onlar da belə. Evdə qıla bilər. Əgər gələ bilməyibsə məscidə qıla bilər inşallah. Yəni tək də qıla bilər, Hə, qıla bilər. ailə üzvündən. Bəli, bəli, qıla Sən. bilər. Hə, inşallah. Bu qardaş deyir, mən deyir, sübh namazında dura bilmirəm. Və yol göstərərdi sizə. Sübh namazına ümumiyyətlə yəni namazlara əsasən də bu işa namazı ilə sübh namazı Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, münafiqlər üçün ən ağır gələn namazdır. Yəni ona görə də sübh namazı ilə işa namazını, yəni tənbəllik etmək olmaz. Ən əsas da sübh namazında çalışmaq lazımdır ki, namaz girməmişdən öncə durmaq. Bizdə çox vaxtı budilniki namazın çıxma vaxtına 5-10 dəqiqə almışa qoyuruq ki, çox yataq. Hamının problemidir də. 10 dəqiqə almışa qoyuruq ki, tez durum o vaxta kimi yatıb durum 10 dəqiqə almış sübhün çıxmağına durum qılın. Eləmək elə lazımdır. Ən pisi də ki, səni əgər budilnik namaza durğuzursa, bu lap pisdir. Sən budilnik namaza durğuzmamalıdır, sən özün durmalısan. Sənin imanın varsa, o iman səni durğuzmayacaq namaza. Budilnik lazım deyil sənə. Kiminsə sənə zəng eləməyi lazım deyil. Sadəcə bu şeyləri, bu səbəbləri alimlər niyə qoyublar? Niyə görə deyirlər ki, insanlar yəni tənbəlliyin daşını açsınlar, dursunlar namaza. Kimsə onları durğuzsun və yaxud da budilnik qoysun 3 dənə, 4 dənə. Mütləqdir ki, dursun, nə etsin, namazı qılsın, sübh namazını buraxmaq olmaz, qardaşlar. Yəni, namaz elə bir ibadətdir ki, onun üçün heç bir şey qoyulmayıb. Yəni, güzəşt qoyulmayıb onun üçün. Oruçsan, səfərdəsənsə, məsələn, oruç tutmaya bilərsən. Xəstəsənsə, oruç tutmaya bilərsən. İmkanı yoxdur, zəkat vermirsən. İmkanı yoxdursa, həcc eləmirsən. Xəstəsənsə, həcc eləmirsən. Amma namaza belə bir şey yoxdur. Xəstəsənsə, namaz qılma. İmkanın yoxsa, namaz qılma. Belə bir şey yoxdur. Namazı qılmalısan. Namazı qılmalısan və salam. O alimlər ixtilaf ediblər. Əhlüsünnə imamları var ki, bir dənə namazı buraxdı, insan da İslam dairəsindən çıxır. Bir dənə namazı. Dəzdən şəhadət gətirməyə tövbə etməlisən. Yəni, belə bir söz deyən alimlər olub. Görün, onlar necə namaza qarşı nə olublar, şiddətli olublar. Ona görə də yəni, sübh namazı necə yata bilər insan, yatıb qalsın. Olur, insanın həyatında, hər bir kəsin həyatında ola bilər, yorğun olursan, hansısa bir işdən çıxmısan, gec yatmısan, görsən dura bilmədin. Amma bunu daimi hala salmaq icazəli deyil, olmaz qardaşlar. Ona görə də sübh namazını durub vaxtında qılmaq lazımdır. Girməmişdən bir 5 dəqiqə, 10 dəqiqə qabaq durursan, dəstəmazı alırsan, gecə namazı qılırsan, kürkət və ondan sonra da sübh namazı girir, sübhü qılırsan. Ona görə də Peyğəmbər sallallahu əleyhi hədisində deyir ki, insan deyir yatanda şeytan onun deyir boynunun ardına 3 dənə düyün vurardır. Yat, yuxun deyir şirin olsun. İnsan deyir ayılanda o bir dənə düyün açılır. Zikir eləyəndə ikinci düyün açılır. Durub dəstəmaz alanda 3 dənə düyün üçü də açılır hamısı. Yəni, ona görə mütləq şəkildə də ki, nədir? Sübh namazını durub qılmaq lazımdır. Bəli. Necə? Hə, əlamətləri münafiqliyin. Olur, hə, əlbəttə ki. Nədən? Məsəl üçün ki, danışanda yalan danışır. Bir var daimi sifətidir ya onun. Yəni indi bir dəfə olub yalan danışdı demək deyil münafiq, yox. Daimi bunun sifətdə bu insan yalancıdır. Əmanətə xəyanət edəndir və söz verir, sözün üstündə durmayandır. Çoxdur əlamətlər. Elə sübh namazını yatıb qalmaq özü əlamətlərdəndir. Bəli. Bu azan iqamiyyət olmasa, bu vacibdir ümumiyyətlə. Qadınlar necə verməlidir, kişilər necə verməlidir? Azan iqamə sünnədir. İqamə sünnədir. Əgər iqaməni birdən verməyib namazı qılsın, namazın səhidir. Amma azan məsələsində ixtilaf var. Bəziləri deyirlər ki, cəmaat olsa vermək vacibdir. Tək sənsə verməsən də olur. Amma Şeyx Albani rəhməhullah deyir ki, fərq etmir. Tək, qadın, cəmaat verməlisən. Çünki azanın vaxtı girsə, verməlisən azanı. Yəni qadın da. Qadındır, bəli. Çünki rəvayətlər gəlib, Ayşə radiyallahu anh azanı verməyi. Yəni bu cürlə rəvayətlər, əsərlər gəlib. Yəni qadın evdə təkdirsə, özü azanı verib namazı qıla bilər. Bəli. Amma iqamə isə sünnədir, bəli. Cəmaət namazının əsasını gec qılır. Elə
oldu ki, səhvə düşmədin, tək qaldın. Hı. Belə olan halda o səhvə tək qala bilərsən, yoxsa kimsə çəkməlisən arxaya, ya Kimisə arxaya çək, tək dayanmaq olmaz səhvdə. Məsələn, səhvdə o vaxt tək dayana bilərsən ki, məsəl üçün dayanmısan, bilirsən ki, indi dəstəmazdan çıxıb gələnlər olacaq. Onda dayanırsan ki, hə, gəlib qoşulacaqlar, amma daha heç kəs yoxdursa mütləq girməlisən səhvin içinə. başa düşməsə o qala çəkməlisən. Yox, inşallah başa düşər. Yəni problem yox. Hə, qardaşlar. Cümə xutbəsi iqaməyə qədər olan ikinci xutbədə də danışan olsaydı, Hə, olmaz. oturur. Xutbədən budur. Əlbəttə ki, xutbədən. Budur xutbədən, əlbəttə ki. Yəni imama verilənə qədər xutbə sayılır. Bəli, bəli, bəli. Yəni imam Elə də. məzun xutbə verilənə qədər. Məscidin Bir də bu düşmənə çox vaxt gətirirlər bu qəbir üstündə Quran oxumaq məsələsi ki, İbn Teymiyyə idi. Hə. Buna aydınlıq verərdiniz zəhmət olmasa bu. Quran oxuyub, qəbir üstündə Quran oxumaq yox. Onu heç kəs deməyib. Quran oxuyub savabını ölüyə göndərmək. Quran oxuyub, əsas evdə açmısan Quranı, Yasin surəsində yox ha. Yəni bəzilə İbn Teymiyyə də gətirib İbn Teymiyyə yox, elə şey deməyib İbn Teymiyyə ki, Yasin surəsini oxumaz, qəbir sanır. Yox, evdə oturmusan məsələn, açdın Quranı, başladın oxumağa Bəqərə surəsini və deyirsən ki, ya Rəbb, mən bunun savabını dünyasını dəyişmiş valideynlərimə göndərirəm. Hə, nəyə əsasən deyiblər bunu? Şeyxülislam İbn Teymiyyə deyib bu sözü. Nəyə əsasən deyib? Çünki dəlil var ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına bir nəfər gəlir, deyir ki, ya Rasulullah, bəs mənim anam dünyasını dəyişib, orucları qalıb Ramazandan. Tuta bilərəm. Deyir, onun borcu olsaydı ödəyərcə, deyir, onu tut. Tutacaq, o savab da gedəcək kimə? Valideynə. Sonra biri gəlir, deyir ki, ya Rasulullah, bəs valideyn adından sədəqə ölmüş. Deyir, verə bilərsən. Savabı gedəcək. Biri gəlir, deyir ki, bəs valideynin yerinə həcc etmək. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, eləyə bilərsən. Savabı gedəcək ona. Buna əsasən qiyas ediblər ki, yəni bu 3 dənə şeyə görə. Qiyas ediblər ki, deməli, gəlib əgər sorsaydılar ki, Quran oxuyub savabını göndərib Peyğəmbər sallallahu əleyhi və səlləm icazə verərdi, amma yoxdur ya belə bir hədis. Belə bir hədis yoxdur, heç bir dəlil yoxdur. Yəni bu hədislərə qiyas ediblər ki, icazəlidir. Quran oxuyub savabını nə etmək, göndərmək. Amma əksər alimlər hamısı deyiblər ki, icazəli deyil. Olmaz. Çünki dəlil yoxdur buna. Bunu övlad etməlidir ən azından. Yox, fərqi yoxdur. Valideyni üçün. Yox, fərqi yoxdur ki, yəni bunun dəlili olmadığı üçün əksər alimlər bunu qadağayıblar. İcazəlidir. Hətta Şeyxülislam İbn Teymiyyə desə də belə. Sağ adamın yerinə vermək olar. Sədəqə sağ adamın. Valideynin əvəzinə öz pulundan verirsən ki, ata onun adından verir. Eləmək olar inşallah. Problem yoxdur. Hə. Qurban kəsəndə demirsən, mənim bir də ailəmin nədir? Adından qurban kəsərəm. Peyğəmbər sallallahu əleyhi ümmətin adından kəsərdi. Ya ona görə yəni buna əsasən deyiblər ki, o Quran oxuyub savabı hansı ki icazəli verən alimlər olub ha. Məsələn Şeyxülislam İbn Teymiyyə onlar deyiblər ki, yəni dəlil yoxdur buna, amma bu hədislərə əsasən deyiblər ki, icazəlidir. Lakin obrislər deyiblər ki, icazəli deyil, çünki dəlil yoxdur axı buna. Yəni ibadət məsələlərində mütləqdir ki, dəlil olmalıdır. Dəlil yoxsa biz onu Allah Rəsulü sallallahu əleyhi və səlləm belə bir şey yoxdur. Yoxdur, gəlmir. Gəlmir. Ona görə də deyiblər ki, icazəlidir. Ümmətin adından qurban kəsmə ancaq Peyğəmbər sallallahu xasdır, yoxsa başqaları da eləyir. Eləyə bilərsən inşallah. Yəni alimlər deyirlər ki, yəni əsasən niyə görə qadağandır? Çünki şirkə qapı ola bilər. Yəni çünki insanlar onsuz da yəni gecə-gündüz qəbirstanlıqdadılar. Bütün gün o qəbirlərdən kömək istəmək, dualar etmək, Quran oxumaq. Bunu da açmaqla qapını sanki onları o şeyə yönə cahil insan nə biləcək ki, evdə oxuyub oxumaq lazım göndərir. Yoxsa ev oturacaq orada oxuyacaq. Ona görə də yəni dəlil olmadığına görə icazə görmürlər. Yəni əhlüsünnətin gözəlliyi ondadır ki, bizim üçün fərqi yoxdur. Bunu Şeyxülislam İbn Teymiyyə deyib və yaxud İmam Əhməd deyib, kim olur olsun. Dəlil yoxdursa biz qəbul eləmirik. Məsələn, kim deyirsə desin. Onun Peyğəmbər sallallahu o İmam Məlik qəbrini göstərir, deyir ki, bu qəbir sahibindən başqa hər bir kəsin sözü götürülə də bilər, atıla da bilər. Bəli. Ona görə də biz dəlil olmadığına görə rədd edirik. Hə, xəcan. Qoy bir dənə qarışdırsın. Valideynin yerinə tutan
Hə. Ramazan girdi, 3 gün valideyn dünyası qalmışdı. 3 gün tutdu, yaşadığı vaxtı. Onsuz da ona yerdi sonra. Yəni istəsən tuta bilərsən ha. O qalan Qəzası oldu. necə qəzası? Ramazan girdi, 3 gün tutdu, dünyasını dəyişdi. Qalanları qalıb da. Yaşamayıb o. Hədə elə onu deyilir də. Sən onun yerinə kəfarə ödəyə bilərsən də. Niyyət edildi. Hə. Niyyət Ramazandan əvvəl biz nə edirik? 1 aylıq niyyət edirdik. 3 gün eləmir axı. Başa düşdün? Ona görə sən onun adından kəfarə ödəyə bilərsən ki, onun o orucları bağlansın. Elə bilərsən inşallah. Bəli. Salam. Aleyküm. Qarşıma böyle bir video çıxdı. İşte, Peyğəmbər salsan arı ilə danışır, arı. Hə. Arıdan soruşur ki, siz balı necə düzəldirsiniz? Arı deyir ki, biz onu güllərdən yığırıq. Və biz güllərdən yığılan o şirin olmur, o şirin olaraq bal düzəlir. Deyir, bizə belə bir elm verilib ki, biz çiçəyin tozunu gətirdikdə salavat deyirik. Və ona görə bal şirin olur. Şirin olur. Kimdən gəlir? Sufilərdən. Yox, səhih bir şey oxşamır. Amma ümumilikdə bu arılar zikr edirlər də, yəni həşəratlar. Ümumiyyətlə, yəni nəinki arılar, bütün həşəratlar, bütün heyvanlar Allahı zikr edir. Hə, İsmail. O Aleyhisselam. həc, oruc, bunlar yəni ki, gəlib amma deyirlər zəifdir, yəni ən yaxşı sədəqə verməkdir valideynin. Ölən valideynin adından sədəqə vermək daha yaxşı. Yəni bu daha yəni mötəbər bir görüş. Yəni belə bir şey var. Yəni mən belə oxudum. Qabaq mən də elə bilirdim. Yəni Yox, olar. Yox, o hədislər hamısı səhihdir, hamısı Buxar Müslimdə olmalıdır özdə. Belə bir şey eşitdim. Yəni sədəqə daha mötəbər. Yox, sədəqə də vermiyorlar, amma bunları da etməyə gəlib hədislər. Özü bir yox ha. O Siranı sən məsələn o bir də Hərcindən də yazdığı kimi salih övlad qoyub gedən, yəni ki, elə də. sədəqə yəni ki, daha birbaşa da yəni. Onsuz da sən özün də məsələn kimisə adından eləsən də belə, o savab sənə də yazılacaqdır. Valideynin adını eləsən də, yerinə eləsən də o savab sənə də yazılacaq inşallah. Hə, qardaşlar. Hə, sizdən də. Bir dənə qardaş versin, hə. Kəbirində namaz 100 min savabdır. O bir digər ibadətlər onlar da 100 min savab kimi gedir. Məsələn, zikr edirsən. Yox, namaz üçün gəlib 100 mindir. Amma digər ibadət savabları böyükdür əlbəttə. Ümumiyyətlə, yəni Kəbədədir. Mədinədə nə eləsən, onun savabı çoxdur. Yəni, digər yerlərdən, ibadətlərdən daha çoxdur savabı. Həmçində günah da elədir. Orada olunan günah, başqa yerdə edilən günahlardan nədir? Daha şiddətlidir. Oranı bir dəfə oxusan orada 100 min dəfə sayılır. Yazılır savab. İbadət olaraq. Yox, savab olaraq yazılacaq sənə, çox da yazılacaq. Amma say kimi belə bilmirəm də 100 min dəfə yazılacaq yoxsa yox. Bəli. Məscidin içində dünya elmlərini öyrənməyə icazə verir. Ümumiyyətlə, məscid Məsəl üçün, gəlir boş vaxtı var, deyir ki, gedim məscidə, namazımı qılım, sonra oturum, ev tapırlığına eləyim. Ümumiyyətlə, məscid, yəni dünyavi şeylər yox. Əsasən o Peyğəmbər hədislərində də gəlibdir. Nə üçün inşa edilibsə, onun üçündür. Yəni Quran oxumaq, dua etmək, namaz qılmaq, zikirlər və bunlar üçün. Amma Peyğəmbər zamanında olub hansı ki, hərbi məsələləri zaten müzakirə ediblər məscidin içində. Ehtiyac olar. Ehtiyac olarsa, hə. Ehtiyac olarsa. Bəli. Hə, qardaş. Valideynlər qəbrini ziyarət edir. Falan yerdən falan getmək olaraq bir şey gedir. Necə filan yerə. Səfərə girsən, orada valideynlər dəfn Hə. Ümumiyyətlə, əlbəttə ki, yəni ümumiyyətlə yaxınların qəbirlərini ziyarət etmək lazımdır. Yəni ziyarət etmək dostdur, tanışdır, qohumdur, əqrabadır, gedib ziyarət etmək olar inşallah, problem yoxdur. Ziyarət etmək lazımdır da. Həm ölümü xatırlamaq, həm ölənlər üçün nə etmək, dua etmək. Mütləq edin. Qardaş nə əsasında deyir, bəzən eşidirik ki, qəbristanlığı ancaq axirəti xatırlamaq üçün ziyarət etməliyik. Bu da deyil, yalnız o niyyətlə çıxa bilərəmmi ki, gedim valideynin qəbrini ziyarət edeyim. Qəbir də rayonda da. Olsun, problem yoxdur. Yəni icazəli deyil o bayramlar var ya, bizdə məsələn qara bayram deyirlər də, qəbristanlığa çıxırlar. O icazəli deyil. Bu belə mən
durdum niyyət hə paxlava şəkər bura aparırlar qəbirstanlığın qəbrin üstünə. Xonça səməni qoyurlar. Bunlar hamısı xurafatlardır. Bunlar olmaz. Amma beləsində məsələn mən niyyət edirəm, mən sabah çıxıram, gəlin valideynlərimi ziyarət edeyim. Getdin, ziyarət elədin, dua elədin, çıxdın gəldi. Burada problem yoxdur inşallah. Problem yoxdur. Qadınlara məsləhət deyil, amma yenə də gedə bilərlər arada bir. Arada bir gedə bilərlər. Problem yoxdur. Allah razı olsun. Subhanakallahumma və həmdə əşhədən həccəs əstəğfiruka və etûbü ileyk.